180-dən artıq ölkədən 45 mindən çox nümayəndə Bakı növbəti mötəbər beynəlxalq tədbiri qarşılayır. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını. Forumun açılış mərasimi Konqres Mərkəzində, bütün digər tədbirlər isə Bakı Olimpiya Stadionunda keçiriləcək. Liderlərin qarşılanma mərasimi burada baş tutacaq. Daha sonra yuxarıda banner qarşısında ailə fotosu çəkdiriləcək. Hamı üçün mənzil, təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri mövzusuna həsr olunan sessiya forum tarixinin rekord sayda qonağını qəbul edir. Forum çərçivəsində gün ərzində 300-ə qədər görüşün, panel sessiyanın və tədbirin keçirilməsi planlaşdırılır. Bu tədbirlər və görüşlər problemlərin həll edilməsi, əməkdaşlıq əlaqələrinin qurulması və təcrübə mübadiləsi baxımından əhəmiyyətlidir. Test 5 1 2 1 hey check 3 4 5 Azərbaycanda bu gözəl şəhərdə olmaqdan böyük məmnunluq duyuruq. WUF 13 çərçivəsində bütün xalqlar üçün mühüm əhəmiyyət daşıyan, hər bir insanın həyatına təsir edən mənzil və yaşayış məsələlərinin həlli yollarının müzakirə olunacağına inanırıq. Kubada digər ölkələr kimi öz xalqını layiqli, ədalətli və dayanıqlı yaşayış məkanları ilə təmin etmək istiqamətində çalışır. Biz öz vətəndaşlarımızın yaşayış şəraitinin yaxşılaşdırılması üçün səylər göstəririk. Forum çərçivəsində planlaşdırılmış bir sıra tədbirlərdə iştirak edəcəyik. Forumun mövzusu dünyanın məskunlaşdırılması olduğuna görə dünya liderlərinin yaşayış yerlərinin çatışmazlığı məsələsinə daha çox diqqət yetirməsi, yaşayış evlərinin tikinti üçün lazımi resurslar ayrılması zəruridir. Bu forum dünyada məskunlaşma məsələsini işıqlandırmalıdır ki, hər kəs öz evinə sahib ola bilsin. Bu ilki Ümumdünya Şəhərsalma Forumunda 3 məsələ ilə bağlı nəticə əldə olunmasını gözləyirəm. Birincisi şəhərsalmada transformasiya, ikincisi şəhərsalma ilə iqlim dəyişikliyi arasında balans, üçüncüsü şəhərsalma ilə su təchizatı arasında balans. Bu elementlər çox böyük əhəmiyyət kəsb edir. İnsanlar üçün yaşayış yerlərinin salınması, ətraf mühitin mühafizəsinə uyğun şəkildə həyata keçirilməlidir. Forumda bütün iştirakçılarla bu məsələni müzakirə etməliyik. Ümidvarıq ki, bundan sonra Meksikada keçiriləcək növbəti foruma qədər konkret addımlar atılacaq. Bakının hərəkətə keçmək çağırışları böyük əhəmiyyət kəsb edir. Azərbaycan ev sahibi olaraq bu forumda çox güclü mövqeyə sahibdir. Azərbaycan Asiya ilə Avropa arasında yerləşən strateji əhəmiyyət kəsb edən ölkədir. Bu forumda əldə olunacaq nəticələrə nəzarət edilməsi, izlənilməsi və həyata keçirilməsi baxımından mühüm rol oynayır. Dünya əhalisinin təxminən 1/4 mənzil şəraitinə malik deyil. Bəyannamələrdə və bir çox digər konvensiyalarda qeyd olunduğu kimi, mənzil sahibi olmaq insanların hüququdur. Buna görə də ümid edirik ki, forumda insanların sadəcə sığınacaqdan ibarət olmayan yaşayış şəraiti ilə təmin edilməsi ilə bağlı yeni strategiyalar müəyyən olunacaq.
Azərbaycan çox gözəl ölkədir. Bu ölkədən həzz alıram. Burada inkişaf çox möhtəşəmdir. Mənim ölkəm Banqladeshlə Azərbaycanı müqayisə etmək mümkün deyil. Bu konfransda inkişaf etmiş ölkələrdən əməkdaşlıq və dəstək almaq istəyirəm. Çünki bizim çox problemlərimiz var. Enerji, mənzil, iqlim dəyişikliyi, səhiyyə və digər inkişaf məsələləri Banqladeş kimi inkişaf etməkdə olan ölkələr üçün böyük çətinliklər yaradır. İnsanlara çatdırmaq istəyirik ki, şəhərsalma yalnız inkişaf etmiş ölkələrin problemi deyil. Bu inkişaf etməkdə olan ölkələr üçün də böyük bir problemdir. Düşünürük ki, hər kəs, hətta ən kasıb insanlar belə davamlı və əlçatan mənzil ilə təmin olunmağa layiqdir. Bizim forumda iştirak etmə səbəbimiz də budur. Burada tərəfdaşlar tapmağa ümid edirik. Nümayəndə heyətimizin tərkibində ev tikintisi ilə maraqlanan bəzi şirkətlər təmsil olunur. Biznes əlaqələri yaratmaq, yaxşı təcrübələri müzakirə etmək və təcrübə mübadiləsi aparmaq istəyirik. Gözlənti budur ki, biz bu foruma güclü bilik, zəngin təcrübə və effektiv həll yolları gətirək. Burada vətəndaş cəmiyyəti, özəl sektor və akademik dairələrin nümayəndələrinin iştirak etdiyi möhtəşəm bir sərgi təşkil olunub. 500-dən çox sessiyada insanlar bəşəriyyətin gələcəyi üçün əsas məsələləri müzakirə edirlər. Mən həqiqətən ümid edirəm ki, bütün qlobal ictimaiyyət Bakıda əsas tendensiyaların fərqində olaraq axtardıqları həll yollarını taparaq ayrılacaqlar və öz ölkələrinə qayıdıb fəaliyyətə keçəcəklər. Açılış mərasiminin keçiriləcəyi zal artıq tam hazırdır. Qonaqlar yerləşməkdədirlər. Bir neçə dəqiqə sonra liderlərin də təşrif buyurması ilə mərasim gerçəkləşəcək. Və liderlərin əyləşəcəyi masalar. Tribuna kameralar üçün uyğunlaşdırılır. Prezident İlham Əliyev və BMT-nin məskunlaşma proqramının icraçı direktoru. Onlar forumun qonaqlarını birlikdə qarşılayacaqlar. Prezident İlham Əliyev indi BMT məskunlaşma proqramının icraçı direktoruna Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində mühüm beynəlxalq tədbirlərin keçirildiyi barədə məlumat verir. Və növbəti qonaq Gürcüstan Baş naziri İrakli Qabaxidze. Bosniya və Hersegovina rəyasət heyətinin sədri. İndi isə Slovakiya nümayəndə heyəti təşrif buyurur. Ukrayna hökuməti baş nazir müavini səviyyəsində təmsil olunur. Kenya prezidentini qarşılayır Azərbaycan prezidenti və BMT məskunlaşma proqramının icraçı direktoru.
Operatorlar təbii ki, ailə fotosu üçün tələsirlər. Yerlərini tutmalıdırlar. Prezident İlham Əliyev qonaqlarla birlikdə ailə fotosu üçün təşrif buyurur. Bakıda günəşli sabahınız xeyir. Gözəl Bakıda BMT-nin məskunlaşma proqramı adından Ümumdünya Şəhərsalma Forumun 13-cü sessiyasına xoş gəlmisiniz. Bugün xüsusilə paytaxt şəhərlərdə şəhər inkişafına olan bu zərurəti tam anlayışla qəbul edərək cəsarətli və ehtiyatlı olmalıyıq. Mən bunu bəzən Bakıdakı Formula 1 yarışı ilə müqayisə edirəm. Yeri gəlmişkən, Bakı Grand Prix'si şəhər halqasında keçirilən çox az saylı yarışlardandır. Ən sürətli əsas yolda sürət saatda 300 kilometrdən çox olur. Sonra isə pilotlar əyləcə basaraq bolidlərini eni 7 metr olan küçəyə sığışdırmalıdırlar. Və bunu da qədim qala divarlarından 1 metr məsafədə etməlidirlər. Beləliklə pilotlar, liderlər, qərar qəbul edənlər və inkişaf gündəliyini irəli aparanlar kimi cəsur və ehtiyatlı olmalıdırlar. Biz inkişafda insanlarımız üçün daha yaxşı şəraitin yaradılmasında, müasirləşmədə cəsur olmalıyıq. Lakin eyni zamanda tarixi irsimizin qorunmasına gəldikdə çox ehtiyatlı olmalıyıq. President of the Republic of Azerbaijan. The climate crisis, displacement. Tərcüməçilər də iş başındadırlar. Çıxışlar 12 dilə tərcümə olunur. Au-delà des guerres, il existe une réalité encore plus vaste. Forum həm də Azərbaycan liderinin bir sıra ikitərəfli görüşləri ilə əlamətdar idi. Prezident İlham Əliyev Euronews televiziyasına müsahibəsində də forumun mövzusunun aktuallığını vurğulayırdı. Əlbəttə, WUF 13-ə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir. Burada 182 ölkə təmsil olunur. Bu isə Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir. Bildiyimə görə iştirakçıların sayı rekord həddə çatıb. Bu da həm mövzunun nə qədər mühüm olduğunu, həm də ev sahibi ölkənin geniş beynəlxalq əlaqələrə malik olduğunu nümayiş etdirir. Ümumdünya Şəhərsalma Forumunun 3-cü günü Bakı Olimpiya Stadionu səhər saatlarından qonaqları qarşılamağa başlayıb.
tədbir ərazisini həm də Azərbaycan milli xalçaçılıq sənətinin elementləri bəzəyir. Və real olaraq da xalçalarımız buradadır. Quba, Şirvan və digər xalçaçılıq məktəblərimizin nümunələri. Bəli, tədbirin təşkilatçılığında media könüllüləri çox vacib rol oynayırlar. Və Azərbaycan beynəlxalq tədbirlərin təşkilatçılığında könüllülük uğurla tətbiq eləyir və bu bir hərəkata çevrilir sözün əsl mənasında. Salam, xoş gördük. Qeydiyyatdan keçənlər də təkrar qeydiyyatı təsdiqləməlidir, yoxsa bu sadəcə qeydiyyatdan keçməmişlər üçün? Bu bəcət üçündür. Sizin bəcətiniz varsa artıq əraziyə keçid edə bilərsiniz. Eləyə bilər. Təşəkkürlər. Bu şəhərləri hara aparırsınız? Sərgiyə. Urban Expo ölkə və şirkət pavilyonlarının yerləşdiyi ərazi. Baxaq görək pavilyonlarda nələr təqdim olunur. Salam. Forum ekstravagant iştirakçılara da özlərini ifadə etmək üçün imkan yaradır. Yeni Daşkənd şəhərinin layihəsi artıq tikilməyə başlanılıb və Özbəkistan pavilyonunda təqdim olunur. Sərgi bölməsində həm də milli atributlarımız, milli geyimlərimiz nümayiş etdirilir. Azərbaycan milli xalçaçılıq sənətinin nümunəsi və 19-cu əsr Şirvan, Zaqatala milli qadın geyimləri. Azərbaycan pavilyonunda isə ölkəmizin şəhərsalma təcrübəsinin müxtəlif elementləri əks olunur. O cümlədən Qarabağ və Şərqi Zəngəzurda sıfırdan qurulan həyat və işğaldan azad olunmuş ərazilərimizdə görülən işlər. Prezident İlham Əliyevin açılış nitqində də toxunduğu və şəhərsalmanın yaxşı nümunələrindən biri kimi təqdim etdiyi Sibriz layihəsi öz pavilyonu ilə çıxış edir. Və ya şəhərsalmanın unikal həllərindən daha biri Ağşəhər. Biz Qara şəhər üzərində müasir Ağ şəhər qurduq. Siz bu paneldə nə təqdim edirsiniz? Bu, Səudiyyə Ərəbistanının pavilyonudur. Burada siz ölkəmizdə olan tikililər, binalar və sair haqqında məlumatla tanış ola bilərsiniz. Ərəbistanlı qonaqlarımız isə həm də ənənəvi içkilərini təklif edirlər. Əgər 19-cu əsrdə dünya əhalisinin cəmi 15% şəhərlərdə yaşayırdısa, bugün bu rəqəm 55%-ə bərabərdir. 2050-ci ildə isə əhalinin 70%-nin şəhərlərdə yaşayacağı gözlənilir.
Bu isə o deməkdir ki, kənd təsərrüfatında və qida istehsalında azalmanın olması qaçılmazdır. Odur ki, urbanizasiyanın idarə edilməsi olduqca vacibdir. Nə təqdim edirsiniz? Biz Məskunlaşma Nazirliyini təmsil edirik. Ölkəmizin yaşayış məntəqələrinin məskunlaşmanın və vətəndaşlarımızın güzəranının yaxşılaşdırılması istiqamətində etdiyi təşəbbüsləri təqdim edirik. Bunun üçün buradayıq. Daha çox məlumat təqdim etməyə çalışıram. Salam, xoş gəlmisiniz. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dost İnklüziv İnkişaf Yaradıcılıq Mərkəzinin benefisiarlarının, yəni həssas əhali qrupuna aid olan şəxslərin əl işlərinin sərgisidir. Bizim mərkəz 5 ilə yaxın fəaliyyət göstərir. 2021-ci ildən və artıq 1000-dən çox benefisiar 14 xidmət istiqaməti üzrə təlimlərdə iştirak edib. AFFA-nın pavilyonunda təqdim olunan robot qapçı sərgi iştirakçılarının böyük marağına səbəb olur. Qovurmaq çox çətindir. Nə toxuyursunuz burada? Pirəbədil xalçası. Bunun digər xalçalardan fərqi nədir? Naxışlar, Elementləri, naxışları yəqin. Elementləri, naxışları. Həm də öyrədirsiniz bunu. Xarici turistlərə öyrədirik. Kim gəlir, öyrənmək istəyir, öyrədir. Nənə-babalardan gələn adətdir. Adətdir bu. Anam toxuyub, mən də ondan öyrənmişəm. Bağışlayın, Media Hub buradan hansı ərazidə? Media Hub. Bəzi zonasına girməli. Ora dönə bilməyəcəm. Bu balaca şəhərcikdə piyada gəzinti zövq vericidir. Ancaq tələsirsənsə, alternativlər də yox deyil. Hi, welcome. Salam, hoş gəlmisiniz. Hazırda BMT nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilir. Media mərkəzi jurnalistlərin formu operativ və keyfiyyətli şəkildə işıqlandırması üçün hər cür şəraitlə təmin olunub. Eyni vaxtda 600 nəfər mərkəzdə işləmək imkanına malikdir. Azərbaycan televiziyasının əməkdaşları da media mərkəzində iş başındadılar. Xoş gördük Almaz xanım. Necə gedir iş? Normal, biraz da Nə təqdim qızğın. edirsiniz burada? Biz hədəf üçün işləyirik, müsahibələr götürürük, 182 ölkə iştirak edirik. Çalışırıq heç olmasa bir 50-60 ölkədə müsahibələr götürək. Bu vaxta qədər nə qədər müsahibə olub təxminən? 20-dən çox. Təkcə mən özümü deyirəm, çünki hədəfdə biz komanda olaraq işləyirik. Başqa mənim həmkarlarım da. Yəni mənə elə gəlir ki, çox olacaq müsahibə. Uğur olsun. Çox təşəkkür edirəm. Sizə də uğurlar. Sağ olun. Sağ olun. Azərbaycan televiziyasının hədəf proqramı şəhərsalma forumundan məhz bu mini studiyadan yayımlanır. Hazırda içəridə çəkiliş getdiyinə biz ora daxil ola bilmirik. Ancaq həmkarlarımız növbəti qonaqla növbəti buraxılışa hazırlaşır. Ayaqüstü müzakirələrlə.
gərgin müzakirələr yerini bəzən musiqi notlarına verir. Forum həm də inklüzivliyi ilə seçilir.